Salam əziz birincilər, hər birinizi xoş gördük. Bugünkü bizim dərsimiz Riyaziyyat 1-ci sinif iş dəftərimizin 2-ci hissəsində olan toplama və çıxmanın əlaqəsi mövzusuna aid tapşırıqlar olacaq. Bundan öncəki videomda dərsliyimizdə olan bu mövzunun həm izahını vermişəm, həm də bütün tapşırıqları işləmişik. İndi isə növbə iş dəftərinə gəlin başlayaq. Toplama və çıxmanın əlaqəsi bizim bildiyimiz ədəd üçlüyü, ədəd ailəsidir. Burada belə deyək də, orada demişəm, burada yenə təkrar deyirəm ki, mən burada uşaqlara belə bir ipucu verirəm ki, uşaqlar, burada öz bizi incidib, hesablamağa, əziyyət çəkməyə ehtiyac yoxdur. Yəni, belə deyək də, görürük ki, tam hissəmiz var. Tam hissəmiz məsələn burada 11-dir və bunun hissələri var. Yadda saxlayın, 3 dənə ədəddir, təkrarlanır. 2 toplama, 2 çıxma. Məntiqi olan bir balaca başını işləyən uşağın əminəm ki, burada heç bir səhvi çıxmaz. Gəlin baxaq. Tam hissəmiz 11-dir və hissələrimiz nədir? Bura 6-dır, burada 5-dir. Aha, bu qədər. Bundan sonra demək olar ki, bütün misallar elə bu ədədlər üzərində gedəcək. İndi yerlərini dəyişirəm. Biz bilirik ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. 5-in üzərinə 6 gəlirəm, cavab olur neçə? 11. Daha sonra isə 11-dən, yəni tam hissədən əvvəlcə birinci hissəmi 6-nı çıxıram və alıram 5. Daha sonra isə 11-dən ikinci hissəni 5-i çıxıram və alıram 6. Gördüyünüz kimi bu 4 misalın 4-ündə də 3 dənə eyni rəqəm, ədəd təkrarlandı. İndi ikinciyə baxırıq. Tam hissəmizdə görürük ki, 15-dir. Digər hissələrimiz isə deməli 10 və 5 ədədləridir. Onun da üzərinə 5 gələndə 15 ədədini onsuz da bilirik, amma burada da bizim üçün göstərib yuxarıda. Sonra mən nə edirəm? Toplananların yerini dəyişirəm. 5-in üzərinə 10 gəlirəm və alıram 15. Sonra isə 15-dən çıxıram nəyi? 10-u, alıram 5. Daha sonra bunların da yerini dəyişdirirəm. 15-dən 5-i çıxıram, alıram 10. Üçüncü misala baxırıq. Tam hissəmiz 16-dır. Deməli, bu üstəgəllər ki var, bunların hər ikisində cavab təbii ki 16 olacaq. Amma hissələrimizi sayıram. Gəlin hissələrimizi sayaq. Burada 2, 4, 5, 9-dur, bu da 7. 9-un üzərinə 7 gələndə bəli 16 eləyir. Sonra mən nə edirəm? Toplamlarımın yerini dəyişib 7-nin üzərinə 9 gəlib 16 alıram. Sonra isə keçirəm çıxma mərhələsinə. Tam hissəmdən, yəni 16-dan hissələrimi çıxıram. Birinci 9-u çıxıram və təbii ki 7 alıram. Daha sonra isə 16-dan 7 çıxıb 9 alıram. Demək olar ki, bütün tapşırıqlarımız elə baxın uşaqlar. İkinci tapşırığımızda deyir ki, ədəd üçlüyünü tamamlamalı. Burada müəyyən bir ədədi, hərəsində bir ədədi neyib? Məchul kimi verir və biz o məchulu özümüz tapmalıyıq. Gəlin baxaq. Birinci misalda biz görürük ki, hissələrimiz var, tamımız yoxdur. Deməli, nə etməliyəm? Hissələri toplamalıyam. Yəni, 6-nın üstünə 10 gəlirəm, burada yazıram 16. Tam hissəmi tapandan sonra artıq bayaqki qayda ilə yenə də misallarımı işləməyə davam edirəm. 6-nın üzərinə 10 gəlirəm, alıram 16. Toplananlarımı yerini dəyişirəm. 10 üzərinə 6 gəlirəm, alıram 16. Sonra keçirəm çıxmaya. 16-dan birinci hissəmi çıxıram, 6-nı alıram 10. Sonra isə 16-dan ikinci hissə 10-u çıxıram, alıram 6. Keçirəm ikinci misala. Burada isə mənim tam hissəm var. Yəni 14 var. Burada isə toplamalı deyiləm. Niyə? Çünki hissələrimin biri yoxdur. Hissənin birini tapmaq üçün 14-dən 5-i çıxıram, alıram ki 9. Yəni bu hissələrin ikisini toplayanda tam hissə alınmalıdır. Ona görə də mən tam vermişdi deyə çıxmalıydım ki, hissənin birini tapa bilim. İndi isə adi qayda misallarımızı işləməyə davam edirik. 9-un üzərinə 9 oxşamadı. 9-un üzərinə iş gəlirəm və alıram 14. Daha sonra yerlərini dəyişirəm toplananlarımı. 5-in üzərinə 9 gəlirəm, təbii ki, yenə 14 alıram. Sonra isə 14-dən çıxıram nəyi? Birinci toplananımı 9-u, birinci hissəmi daha doğrusu və cavabım olur 5. Ondan sonra yerini dəyişirəm, 14-dən 5 çıxıram və alıram 9-u. Digərində də tam hissəmiz var, hissələrdən biri yoxdur. Bayaq birinci hissə yox idi. Biz onu tapdıq ikinci hissənin köməyi ilə. Burada isə birinci hissə var və birinci hissənin köməyi ilə ikinci hissəni tapacağım. Yəni 12-dən 3 çıxanda neçə eləyir? 9. Və mən başa düşürəm ki, 9 ilə 3-ü toplayanda tam hissə 12-yə bərabər olur. Gəlin yazaq. 3-ün üzərinə 9 gəlirəm, alıram 12. Sonra yerlərini dəyişirəm. 9-un üzərinə 3 gəlirəm, alıram 12. Sonra çıxmaya keçirəm. 12-dən əvvəlcə birinci hissəm 3-ü çıxıram, 9 alıram.
Daha sonra 12-dən ikinci isə 9-umu çıxıram, 3 alıram. İndi üçüncü tapşırığımıza keçirik. Hər bir təsvirdə nöqtələrin sayına uyğun olmayan misalı çərçivəyə al. Deməli, A variantına baxıram. Burada 5, 5, 10-dur. Burada isə 4-dür. Deməli, mənim misalım necə olacaq? 10 üstə gəl 4 bərabərdir 14. Bu düz. 4 üstə gəl 10 bərabərdir 14. 14-dən 4 çıxanda bərabərdir 10. Bu da düzdür. Amma bu misal isə bizə uyğun deyil. Ay, biraz geniş götürdük bunu. Çünki 14-dən 10 çıxıb, 14 çıx, 10 bərabərdir 4 olmalı. Yəni, misalın bir dənə bu hissəsi qalmışdı. Onu yazmalıydı, onu da səhv yazın. İndi B variantına baxırıq. Görürük ki, burada bura 8-dir. Bura isə 3, bu da 4, 7. 7 dənə dairəmiz var, nöqtəmiz var. İndi misalımız necə olmalıdır? 8 üstə gəl 7, ya da 7 üstə gəl 8. Burada görürsünüz, uşaqlar 8 üstə gəl 5 verib. Amma bizim misalımız belə olmamalıdır. Digərləri baxın. 7 üstə gəl 8 bərabərdir 15. 15 çıx 7 bərabərdir 8. 15 çıx 8 bərabərdir 7. Bunların hamısı düzdür. Amma bir dənə birinci misal səhv idi. Və biz onu düzəldib necə yazmalıyıq? 8 üstə gəl 7 bərabərdir 15. Və qalan misallar artıq ardıcıl özü düzgün gedir. İndi isə baxırıq biz sizlə. Növbəti səhifəmizdə həmin mövzuya tapşırıqlarımız var. Fərqi tap, cavabı toplama ilə yoxla. Biz dərsliyimizin ikinci hissəsində öyrəndik ki, hər bir ədədi topladığımız və yaxud da çıxdığımız zaman çıxma misalını, çıxma əməlini toplama ilə, toplama əməli olan misalı isə çıxma əməli ilə doğruluğunu yoxlayırıq. İndi burada 17-dən 3 çıxanda cavab olur 14 və mən bu misalın cavabını doğru tapdığımı yoxlamaq üçün toplama ilə, burada da bütün misallar çıxmalıyıq. Ona görə də bunların hamısını toplama ilə yoxlamalıyıq. 14-ün üzərinə 3 gələcək, olacaq neçə? 17. Sonra 13-dən 8 çıxanda cavab olur 5. Sonra mən nə edəcəm? 5-in üzərinə 8 gələcəm, doğrudan da 13 olacaq. 16-dan 10 çıxanda cavab olacaq 6. Sonra 6-nın üzərinə 10 gələcəm ki, görüm cavabı düz tapmışam, düz tapmışam. 5-ci də nədir? Fərqi tap, cavabı yoxlamaq üçün misal yaz. Burada isə bayaqki kimidir, amma sadəcə olaraq aşağıda ümumiyyətlə heç bir hesab əməli bizə göstərmir. Hesab əməllərini özümüz yazmalıyıq. Məncə sizin üçün çətin olmaz. 16-dan 3 çıxanda cavab olacaq 13, düzdürmü? İndi mən nə etməliyəm? 13-ün üzərinə gəlməliyəm 3-ü və bərabər olmalıdır neçəyə? 16-ya. İndi 12-dən 5 çıxanda neçə eləyəcək? 7. Sonra isə baxıram 7-nin üzərinə 5 gəlirəm, bərabər olur 12-yə. Sonra 17-dən 6 çıxıram, cavab olur 11. Sonra yoxlayıram 11-in üzərinə 6 gəlirəm, bərabər olur 17-yə. İndi burada baxırıq, deyir ki, hər fikri uyğun təsvirlə birləşdir. Gəlin baxaq, sinifdə oxuyan 19 şagirdin 10 nəfəri oğlandır. Deməli, biz baxmalıyıq nəyə? 19 dənə nöqtə olan çərçivəyə. Burada baxın, görürsünüz ki, bu 10-dur, bu da 9-dur. Doğrudan da baxın, uşaqlar, mavi ilə olanlar 10-dur. Digərlərində heç bir variantda 10 və 9 nöqtələri yoxdur. Bir dənə burada 10 və 9 var, yəni ikisi bir yerdə 19-dur. 19-dan da 10 dənəsi oğlan deyirsə, bu bizim şərtimizi ödəyir. Qızların 6-sı əlaçı, qalanı isə oxuyur. Burada görürsünüz, uşaqlar ipucu kimi qırmızı ilə də göstərib, amma qırmızı ilə göstərməsə biz baxırıq ki, burada 6 dənədir, burada isə 3 dənədir və bizim şərtimizi ödəyir ki, 6-sı əlaçı, qalanı isə yaxşı oxuyur. Yerdə onsuz da bu qalıb, oğlanların 5-i əlaçı, qalanı isə yaxşı oxuyur. Deməli, 10 dənə oğlan var və bu 10 dənə oğlanın 5-i əlaçı, 5-i də yaxşı oxuyur. Görək növbəti, növbəti var. Deməli, 7-ci məsələdə bizə deyir ki, Lalə 16 muncuqdan qolbaq düzəltmək istədi. Bir qolbağa 10 muncuq yerləşir. O neçə qolbaq düzəldə bilər, neçə muncuq artıq qalar. Deməli, əgər bir qolbağa 16 dənə muncuq istifadə olunursa, bir qolbağa 10 dənə muncuq yerləşir. Laləndə 16 dənə muncuq var. Deməli, mən nə etməliyəm uşaqlar? Öz əlimdə olan muncuqların sayından, yəni 16-dan çıxmalıyam nəyi? Bir qolbağa yerləşən muncuqların sayını, yəni 10 və 16-dan da 10 çıxanda qalır 6. Deməli, bir dənə qolbaq düzəldəcək və onun 6 dənə də nəyi, muncuğu artıq qalacaq. İndi keçir növbəti səhifəmizə.
Samir 7-ci, Anar isə 15-ci mərtəbədə yaşayır. Samir Anargilə getmək üçün liftlə neçə mərtəbə qalxmalıdır? Deməli, Samir 7-ci mərtəbədə yaşayır və Anar da 15-də yaşayır. Samir neçə mərtəbə qalxdığını tapmaq üçün Anargilin mərtəbəsindən, yəni 15-dən çıxacam Samirgilin mərtəbəsini, yəni 7-ni. Cavab olacaq neçə? 8. Yəni 8 mərtəbə qalxmalıdır. İndi isə bizə deyir ki, cavabın doğruluğunu yoxla. Misalımız çıxma əməli ilə tapmışıq, yəni bu cür tapmalıydıq. Və indi isə biz onun doğruluğunu yoxlamaq üçün 8-in üzərinə 7 gəlirik və doğrudan da alırıq ki, cavabımız neçədir? 15-dir. Keçək 9-cu məsələmizə. Atası Lalənin ad günü üçün 18 qutu meyvə şirəsi aldı. Bu şirələrdən 8-i albalı, qalanı portağal şirəsi idi. Ata neçə qutu portağal şirəsi aldı? Deməli, ümumi say var. Cəmi 18 dənə qutudur və bunun da 8 dənəsi albalıdır. 8 dənəsi albalıdır, deməli yerdə qalanlar da nədir? Portağaldır. Ona görə də mən nə etməliyəm? Ümumi saydan, yəni 18-dən albalı şirələrinin sayını 8-i çıxıram və cavabı alıram ki, 10. 10 dənə portağal şirəsi alıb atası. İndi bizə deyir ki, cavabı yoxla. Və yoxlamaq üçün nə etməliyəm? Çıxma əməliyyat tapdığıma görə məsələmin həllini. Burada mən nə etməliyəm? Toplamalıyam və cavabım da 18 alır. İndi keçirik dərsliyimizin, həm də səhifəmizin sonuncu məsələsinə. Lalənin kiçik qardaşı onun dəftərini ləkə saldı. Ləkə düşən hissələri bərpa et. İndi biz baxırıq nəyə? Yük qatarında vaqon vardı. Yəni, vaqonun neçə olduğunu bilmirik. Ləkə düşüb. Növbəti stansiyada qatardan 4 vaqonu ayırdılar. Qatarın neçə vaqonu qaldı? Və gördüyünüz kimi burada yoxla hissəsində bizə verib ki, 4 üstəgəl 12 bərabərdir 16. Deməli, mənim misalımda əvvəlcə neçə dənə vaqon var imiş? 16 dənə var imiş ki, 16 dənə vaqon var imiş. Deyir, 4 vaqonu ayırdılar. 12-dən 4-ü ayırıb 16-nı almaq olmaz. Ona görə də 16 dənə vaqon var imiş ki, 16. Burası sualla birləşdi. Deməli, 16 dənə vaqon var imiş və növbəti stansiyada, yəni 16 çıx 4 bərabərdir neçə? 12. Qatarın neçə vaqonu qaldı? 12 dənə vaqonu qaldı. İndi misalın doğruluğunu yoxlamaq üçün nə edəcəm? Qalan burada özləri yazıblar. 4-ün üzərinə 12 gəlib bərabər olub 16-ya. Deməli, burada əvvəlcə bu cavab ki, görürük tam hissəmizi. Tam hissə 16, bax buradaymış. 4 vaqon da öz yerində. Bax, belə uşaqlar. Kanalımda dərsliyin də izahı var, onu da keçib baxa bilərsiniz. Ümid edirəm sizin üçün yararlı oldu çəkdiyim video. Hələlik uşaqlar, növbəti izahlarda görüşənədək.